Salam, hər vaxtınız xeyirli olsun. Hörmətli və əziz izləyicilərimiz, hörmətli mərkəzi aran ictimai nəzarətçilərimiz, hörmətli sədrlərimiz. Bildirmək istəyirəm ki, bu günləri gördüyünüz bu itlər burada yaşayırlar. Hal-hazırda görə bilirsinizsə, diqqətinə bax. Bu itlər hamısı burada yaşayır. Burada bu küçədə uşaq qalmayıb. Bax, inan ki, balaca uşaqları qanbağır eləyiblər. Küçülüyü tökülüb bura hamısı artıb. Həddindən artıq bax bu tulalar. İndi məni tanıyırdan macumurlar. Bax, burada küçülüyü artıb. Bax, baxın. Hər yer tuladır. İncənə and olsun Allaha ki, qonşunun bir məktəbli uşağını, təxmini 5-də 6-da oxuyan uşağı, qız uşağını qanbağır elədi, o biri qonşu çatdı harayına əlindən aldı. Artıq bax bu küçə hamımız, bizim cəmaət bax bezmişik burada. Bu itlərin əlindən bezmişik. Bunları buradan xahiş edirəm aidiyyəti qurumlara bunu buradan rədd eləsinlər. Burada cəmaət yaşayışı zəhər olubdu millət. Bax buradan giriş çıxışdır. Hər birimiz bax buradan bütün qonşular bax. Oxu deyə 07 olan qapıdan bir məktəbli uşağın ayağını tutdu, dağıtdı. Bax, bütün bu çəkilişlər, bax, bu qonumlar, bu qonşular. Bax, orada mənim evimdir. Kasıb bir insanım. Bax, buradan uşaqlar, bax, diqqətinə fikir verir, məktəblilər. Bax, hər kəs buradan keçir, diqqətinə fikir verirsiniz. Cəmaatın yediyi, içdiyi zəhər olur. Ünvan Yevlax rayon Aran 2 qəsəbəsi keçmiş beton zavodun qarşısıdır. Keçmiş beton zavodun qabağıdır. Sonradan hərbi hissə kimi istifadə olundu, sonra ləğv olundu. Bax, burada hər kəsin canı xitənə yığışıb. Diqqətinə fikir verin, bax. Bütün məktəblilər buradan keçir, hamısı. Hər kəsə zərər yetirir, hər kəsə. Hər kəsə zərər yetirir. Ora, burada bir nəfər şəxs ona yazığı gəlir, baxır, törəyin, yeməyin verir o itlərə ki, acından ölməsinlər. İnan ki, yenə də düzdür, biz demirik pis iş görür. Amma çox təhlükəlidirlər. Xahiş edirik. Bax, gördüyünüz bu bir yol, 2 yol, 3 yoldur bura. Hər kəs buradan gəlib keçir. Gördüyünüz o qapıdan uzun çəkilər bu 3 yola. Gedən şəxsləri, uşaqları, hər kəsi basıb yeyirlər. Bax, bu evin, bax, burada təzə yas düşüb bu qapıda, bu evin xanımı o uşağı qutardı. O xanım olmasaydı o uşaq parçalayıb yiyəcəkdilər. Xahiş edirəm bu barədə aidiyyəti orqanlara məlumat verilsin. Bunlar buradan təmizlənilsin, bu itlər, küçə itlərdir. Yəni hər kəs daha bezibdir, hər kəs bezibdir vallah. Canımız xistəyimizə yığılıbdır. Yəni bunu mən bildirirəm ki, əziz millətim, əziz xalqım, hamımız Azərbaycanlıyıq, hamımız Azərbaycan vətəndaşıyıq. Kimsəsiz, sahibsiz itlərdir. Əlin gəlmir vurasan, öldürəsən, yəni neynəyəsən. Sadəcə dövlətə məlumat verilməlidir ki, bunlara sahiblənsinlər, bunları buradan təmizləsinlər. Hər kəs bir dəqiqə burada çətin vəziyyətdə yaşayır. Buradan bir dənə uşaq keçəndə, bax, o itlərin indi ayıq vaxtı buradan, indi qaçdılar o tərəfə. Ayrılsınlar, qaçıb o indi yatışıblar. Bunlar ayıq vaxtı yenə çıxacaqlar burada. Ayılıb buraya çıxan kimi yenə o itləri köm şəkildə çəkib atacağım sizləri. Hörmətlə Mərkəzi Aran Regional Yevlax Təşkilatının üzvü Məhəbbət Bayramov.